İkinci Dünya Müharibəsi. Versal-Vaşinqton sistemi beynəlxalq münasibətlərdə ziddiyyətlər aradan qaldırmır. Əksinə yeni ziddiyyətlər yaranır və hətta dərinləşir. Bu, yeni dünya müharibəsinə səbəb olur. Miqyasına görə bu müharibə əvvəlkindən daha böyük idi və o yalnız dövlətlər arasında deyil, həm də ideologiyalar arasında gedirdi. 20-ci əsrin 30-cu illərində böyük böhran dünya dövlətləri arasında ziddiyyətləri kəskinləşdirir. Nüfuz dairələri, xam mal mənbələri, satış bazarları uğrunda mübarizə yenidən qızışır. Versal-Vaşinqton sisteminin şərtlərinin ədalətli olmaması narazı dövlətlərdə qisasçılıq meyllərinin artmasına səbəb olur. Bunun nəticəsində Almaniya, İtaliya və Yaponiyanın hakim dairələri şovinist siyasət yürütməyə başlayır. Şovinizm millətçiliyin ifrat formasıdır. Yəni öz millətini sevir, öz millətini yüksəyə qaldırır, digər millətləri isə qəbul etmir. SSR Şərqi Avropada və Uzaq Şərqdə öz nüfuz dairəsini genişləndirmək məqsədi güdürdü. ABŞ bitərəfliyini qoruyub saxlamaqla baş verə biləcək müharibənin nəticələrindən faydalanmağa, Böyük Britaniya və Fransa isə öz mövqelərini qoruyub saxlamağa çalışırdı. SSR-nin Almaniya ilə əməkdaşlıq etməsi və demokratik dövlətlərin totalitar rejimləri bir-birinə qarşı qoymaq cəhdləri İkinci Dünya müharibəsinin başlamasına səbəb olur. Demokratik dövlətlər kimi idi, totalitar dövlətlər kimi idi. Demokratik dövlətlər deyəndə ABŞ, Fransa, Böyük Britaniya bu tipdə dövlətlər, totalitar rejimlər dedikdə isə burada SSR və Almaniyanı nəzərdə tutur ki, SSR-də Sovet rejimi idi, kommunist ideologiyası idi, Almaniyada faşist rejimi idi. İki bir-birinə zidd ideologiya idi. Demokratik ölkələr istəyirdi, yəni Avropa ölkələri istəyirdi ki, bunları qarşı-qarşıya qoyub bir-birinə məhv etdirib zəiflətsinlər. Müharibənin başlanması. 1939-cu ilin sentyabrın 1-də Alman orduları Polşaya hücum edir və bununla da İkinci Dünya müharibəsi başlayır. Fransa və Böyük Britaniya Almaniyaya müharibə elan edir. Polşanın köhnə təyyarələri, süvari qoşunu Almanların yeni tankları və təyyarələri qarşısında heç nə edə bilmir və təslim olur. Və bu müharibədə ilk dəfə tank qoşunu ilə hava qüvvələri birlikdə eyni anda tətbiq olunur. Bu üsul dünya hərb tarixinə ildırım sürətli müharibə adı ilə daxil olur. Almaniya bu strategiya ilə qısa müddətdə Polşanı işğal edir. Deməli, Almaniya həm 1-ci, həm də 2-ci Dünya müharibəsinə ildırım sürətli müharibə planından istifadə etmişdi. Sovet qoşunları da hücum edib Polşanın şərq hissəsini işğal edir. Deməli, Polşanı ortadan iki hissəyə ayırıblar öz düşüncələrində. Polşanın qərbi Almaniyanın, şərqi isə Rusiyanın. Ona görə də Sovet qoşunları Polşanın şərqini işğal edir. Almaniya və SSR arasında imzalanan müqavilə ilə Şərqi Avropa iki dövlət arasında nüfuz dairələrinə bölünür. Polşa torpaqlarının iki dövlət arasında bölüşdürülməsi ilə artıq müqavilə rəsmiləşdirilir. 1939-cu ilin noyabrında Sovet qoşunları Finlandiyaya hücum edir. Bu SSR-nin Millətlər Cəmiyyətindən çıxarılmasına səbəb olur. Çünki təcavüzkar siyasət yeridirdi. Almaniya isə artıq Millətlər Cəmiyyətindən çoxdan çıxarılmışdı. Qış müharibəsi adlanan və 40-cı ilin martında başa çatan bu müharibə nəticəsində SSR Baltik sahillərindəki bəzi əraziləri işğal edir, amma Finlandiyanı işğal edə bilmir. Finlandiya öz müstəqilliyini qoruyub saxlayır. 40-cı ildə SSR Baltik ölkələrini Estoniya, Latviya və Litvanı işğal edir. Bessarabiya Rumıniyadan alınır. Beləliklə SSR 1940-cı ildən 1917-ci il inqilabına qədərki Rusiya imperiyasının qərb sərhədlərini bərpa etmiş olur. Qəribə müharibə. Deməli, bu dövrdə Almaniya müharibə elan etmiş olsa da, İngilis və fransız qoşunları 1940-cı ilin mart ayına qədər fəal hərbi əməliyyatlara başlamırlar. Yəni çox da böyük hərəkət etmirlər. Onlar müdafiə strategiyasını seçmişlər, yəni hücuma keçmirdilər. Ona görə də 40-cı ilin martında Almaniyanın qərbdən hücumlarına başlanmasına qədər olan dövr qəribə müharibə adlandırılır. Fransa Almaniya ilə sərhəd boyunca yaratdığı güclü müdafiə istehkamlarına arxayın idi. Bütün bunlar Almaniyanın işğalçılıq planlarının genişləndirilməsinə şərait yaradır. Yəni heç bir tədbir görmür Fransa, çünki arxayındır ki, sərhəd boyunca güclü müdafiə istehkamları yaradıb Almaniya buranı keçə bilməz və onların heç bir hərəkət etməmələri Almaniyanın siyasətini daha da genişləndirir. Yəni işğalçı planlarının daha da genişləndirilməsinə şərait yaradır. 40-cı ilin yazında Almaniya Danimarka və Norveçi işğal edir və bununla da şimaldan öz təhlükəsizliyini təminat altına alır. Yəni şimaldan artıq ona heç bir hücum olmayacaq. Mayda Alman qoşunu bitərəf Hollandiya və Belçikanı da işğal edir. İngilis-Fransız qoşunu Dünkerkdə mühasirəyə alınır. Amma gözlənilmədən Dünkerkdə Hitler mühasirəni dayandırır və əməliyyata hərbi hava qüvvələrinin davam etməsini əmr edir. Hitlerin bu qərarı Böyük Britaniya ilə sülh bağlamaq niyyətində olmasına əlaqələndirir. Yəni Hitler Böyük Britaniya ilə sülh bağlayaraq onu sıradan çıxartmağa niyyətlənmişdi. Bu onun bəlkə də müharibənin taleyini həll edən strateji səhv olur. Çünki Dünkerkdə bu mühasirəni açması fransız və ingilislərin Britaniyaya doğru qaçmasına şərait yaradır və bu da onları mühasirədən çıxarır. Qərbi Avropada gedən hərbi əməliyyatlarda İngilis-Fransız ordusu məğlub olandan sonra Almaniya Fransaya hücum edir və Alman qoşunu Parisi tutur.
Fransa 22 iyunda Almaniya ilə təslim olmaq haqqında müqavilə imzalayır. Paris daxil olmaqla ölkənin böyük hissəsi Almaniyanın işğalı altına düşür. Ölkənin şimalı Almaniyaya birləşdirilir, cənubda isə faşist hökuməti təşkil olunur. Bu Fransa tarixindəki ən böyük məğlubiyyət idi. Deməli, Fransa ortadan iki hissəyə bölünür. Şimalı Almaniyaya yaxındır. Ona görə Şimal Almaniyaya birləşdirilir. Cənubda isə özünə uyğun olan faşist hökuməti təşkil olunur. Azad dünyanın son qalası bu İngiltərə idi. 1940-cı ilin yazında Alman qoşunu Norveçdən İspaniyaya qədər bütün Avropanı işğal eləmişdi. Müqavimət göstərən bir tək Böyük Britaniya idi ki, o azad dünyanın son qalası adlandırılırdı. Yəni tək işğal olunmayan yer Böyük Britaniya qalmışdı. Fransa və Avropanın faşistlər tərəfindən işğal edilmiş digər ölkələrin mühacir hökumətləri də gəlib İngiltərəyə sığınmışlar. Yəni Avropada tutulmuş ərazilərdən qaçanlar hamısı İngiltərəyə sığınmışdı. Hitler Böyük Britaniyanı havadan və dənizdən daxil olmaqla işğal etmək istəyirdi. Lakin Böyük Britaniyanın hərbi dəniz donanması dənizlərdə öz üstünlüyünü hələ də saxlayırdı. Onu məğlubiyyətə uğratmaq üçün Almanlar hava hücumlarından istifadə etmək qərarına gəlmişdi. Bundan sonra Böyük Britaniya Almanların aramsız hava hücumlarına məruz qalır. Amma Böyük Britaniyada yeni yaradılmış radarların, yəni radio aşkarlayıcılarının köməyi ilə hava hücumlarının da qarşısı alınır. İngilis ordusunun ciddi müqaviməti Almaniyanın planını puça çıxarır. Yəni İngiltərəni işğal edə bilmir. Bu Almaniyanın ilk strateji məğlubiyyəti idi. Avropa ölkələrinin də Hitler Almaniyası ilə mübarizədə ilk qələbəsi idi. Churchill İngilis hərbi pilotlarının qələbəsinin müharibə tarixində heç bir zaman bu qədər çox insan, bu qədər çox şeyi, bu qədər az insana borclu olmamışdır sözlərlə ifadə etmişdir. Böyük Britaniyanın müqaviməti Almaniyanı daha çox cəbhədə vuruşmağa məcbur eləyir. Hitler Böyük Britaniyanı Birinci Dünya müharibəsində olduğu kimi sualtı gəmilərin hücumu ilə məğlub etmək istəyirdi. Çünki Böyük Britaniyanın gücü müstəmləkələrdən və ABŞ-dan gələn yardımlardan asılı idi. Hava hücumları ilə istədiyinə nail ola bilməyən Almaniya Atlantik okeanında İngilis donanmasına qarşı müharibə aparmalı olur. Beləliklə Atlantik okeanında döyüşlər başlayır. Yəni Almaniya İngiltərəni dənizlərdə məğlub edərək onun Atlantik okeanı vasitəsilə müstəmləkələrdən və ABŞ-dan gələcək yardımın qarşısını kəsməyə çalışırdı. Müharibənin genişlənməsi 1940-cı ilin sonunda Afrikada müharibə səhnəsinə çevrilir. Afrikada ümumiyyətlə müharibəni əsas aparan İtalyan ordusu idi. İtalyan ordusu geniş miqyaslı hücum əməliyyatlarına başlayır. İngilis qoşunu İtalyanların Misrə hücumunun qarşısını alır. 1941-ci ildə Hitler İtaliyaya kömək etmək üçün Liviyaya qoşun göndərir. Onlar Süveyş kanalını tutmaq cəhdi nəticəsiz olur, yəni tuta bilmirlər. Farsilər bu Afrikadakı məğlubiyyətin əvəzini Balkanlarda çıxırlar. İtaliya ordusu Albaniya ərazisindən Yunanistana hücum edir. İngilislər Yunanlıların köməyinə gəlir. Alman və İtalyan qüvvələrinin birgə hücumları nəticəsində Avropa cəbhəsində 41-ci ilin yazında Yugoslaviya və Yunanistan təslim olur. Üçlər paktı 1940-cı ilin sentyabrında Berlində Almaniya, İtaliya və Yaponiya arasında Üçlər paktı deyilən müqavilə imzalanır və paktda nəzərdə tutulurdu. Yaponiya Avropada yeni nizamın yaradılmasına Almaniya və İtaliyanın rəhbərliyini tanıyır və hörmətlə yanaşır. Almaniya və İtaliya Asiyada yeni nizamın yaradılmasına Yaponiyanın rəhbərliyini tanıyır. Bu pakt imzalanandan dərhal sonra qüvvəyə minir və 10 il ərzində qüvvədə qalır. Deməli, Avropa və Asiyanı öz aralarında bölüşdürüblər. İtaliya və Almaniya Avropada, Yaponiya isə Asiyada ağalıq etməli idi. Bu paktlar qərarlaşdırırdılar. Dövlətlərdən hər hansı biri mövcud müharibədə iştirak etməyən bir dövlət tərəfindən hücuma məruz qalardısa, digərləri də ona hərbi, siyasi, iqtisadi yardım etməyə borclu idi. Sovet İttifaqına da bu pakta qoşulmaq üçün təklif göndərmişdi, amma SSR-nin irəli sürdüyü bəzi şərtlər Almaniya tərəfindən qəbul olunmur. Ona görə də SSR pakta qoşula bilmir. Sonradan Macarıstan, Rumıniya və Bolqarıstan dövlətləri də bu pakta müqaviləyə qoşulur. Almaniyanın SSR-yə hücumu. Avropanın şəriksiz hökmranı olmaq üçün Almaniya SSR-yə hücum etmək, yəni müharibə etmək qərarında qalır. Hitler düşünürdü ki, Sovet İttifaqının darmadağın edilməsilə Böyük Britaniyanın da taleyi həll olunacaq. Hitler kommunizmi ləğv etməyi, Sovet İttifaqının təbii resurslarını ələ keçirmək istəyirdi. Baxmayaraq ki, əvvəlcə bir-birlərinə qarşı hücum etməmək haqqında müqavilə bağlamışlar, amma artıq o müqaviləni pozur. Deməli, Almanlar SSR-yə qarşı Barbarossa hərbi əməliyyatını hazırlamışdılar. 1941-ci ilin iyunun 22-sində Alman qoşunları və müttəfiqləri böyük texnika hərbi ilə SSR-yə heç bir müharibə elan etmədən, heç bir xəbər vermədən hücum edir. İldırım-sürətli müharibə strategiyasına əsaslanan Alman qoşunları qışa qədər Arxa-Gens Həştərxan xəttini tutmaq istəyirdi. Alman qoşunu 3 ay ərzində Ukrayna və Belarusiyanı işğal etmiş, Leningradı, yəni hal-hazırki Sankt-Peterburqu mühasirəyə almış, Moskvaya yaxınlaşmışdı. İngiltərəni diz çökdürməmiş SSR-yə qarşı müharibə başlamaq Hitlerin növbəti səhvi idi. SSR-nin müharibəyə hazır olmaması Almanların sürətlə irəliləyib Moskvaya yaxınlaşmasına səbəb olur. Deməli, Hitler
Bir tərəfdən İngiltərəni əzməyə çalışır, digər tərəfdən SSRİ-yə heç bir vaxt qazanmadan, yəni İngiltərənin gücünü tükətmədən SSRİ-yə hücum edir. Yəni iki cəbhədə savaşır, özü öz gücünü bölür. Əslində birini əzib daha sonra digərinə keçməli idi ki, bacarsın, amma gücünü bölməsi, belə səbirsiz davranması onun öz enerjisini, gücünü bölməyinə və müharibədə məğlub olmasına gətirib çıxarır. Lakin qışın gəlməsi, təchizatın çətinləşməsi, Sovet xalqının güclü müqavimət göstərməsi Alman qoşunlarının artıq 1941-ci ilin dekabrında Moskvanın yaxınlığında öz hücumlarını dayandırmasına səbəb olur. Əks hücum əməliyyatı ilə Alman ordusu darmadağın edilir və beləliklə Moskva yaxınlığındakı döyüşdən sonra ildırım sürətli müharibə planı puça çıxır. Bunu belə yadda saxlayırıq ki, Birinci Dünya müharibəsində 1914-cü ildə Marne çayı sahilindəki döyüşdə ildırım sürətli müharibə planı puça çıxmışdı. 1914, yəni 1-4. İkinci Dünya müharibəsində isə 1941-ci ildə rəqəmlər yerini dəyişdi. 1941 dekabrda Moskva döyüşündə ildırım sürətli müharibə planı puça çıxır. Bu danışdıqlarımız Almaniyanın SSR ilə olan hərbi əməliyyatları idi. İndi görək uzaq şərqdə hərbi əməliyyatlar necə gedir? Bilirik ki, uzaq şərqdə hərbi əməliyyatları Yaponiya aparırdı. Üçlük paktda əsasən Yaponiyanın payına düşmüşdü və Yaponiya təbii resurslar baxımından zəif idi. Ona görə də o istəyirdi ki, bunu müharibə yolla başqa dövlətləri özünə işğal edərək, özünə tabe edərək bunu bərpa etmək istəyirdi. O müharibəyə başlamadan öncə 1930-cu illərin əvvəllərində işğalçı siyasətə başlayır, çitin ərazilərini və Hind okeanı şərqindəki adaları işğal edir və buradakı neft və kauçuk resurslarını ələ keçirir. Çinin əhəmiyyətli hissəsini işğal edir. Fransa müstəmləkələri olan Vyetnam, Laos, Kampuçiyada möhkəmlənir və Yaponiya dəniz yollarının nəzarəti ələ almağa çalışırdı. Bu Yaponiya üçün həyati önəm daşıyırdı. Yaponiya müharibə iqtisadiyyatı qurmaq üçün dənizlərdə hegemonluq etməli idi. Onun bu siyasəti ABŞ və Böyük Britaniyanın mənafeyi ilə toqquşurdu. 1941-ci ilin aprelində Yaponiya və SSR arasında hücum etməmək haqqında müqavilə imzalandı. Bundan istifadə edən Yaponiya uzaq şərqdə fəallaşır və bir sıra əraziləri işğal edir. Yaponiya bu ölkələrdə Asiyalılarındır şüarı altında sarı irqin ağları məğlub edəcəyi təbliğatını aparırdı. ABŞ-ın müharibəyə daxil olması. ABŞ müharibənin əvvəllərində bitərəfli siyasəti yürüdürdü. Amma 1941-ci ilin martında o Lend-Liz qanunu qəbul edir ki, bu qanuna görə ABŞ-ın təhlükəsizliyi üçün vacib hesab edilən dövlətlərə yardım ediləcəkdir. Bu qanun əvvəl Böyük Britaniyaya, sonra isə SSR-yə şamil olunur. 1941-ci ilin avqustunda Böyük Britaniyanın baş naziri Winston Churchill və ABŞ prezidenti Franklin Roosevelt Atlantik okeanında hərbi gəmidə görüşürlər. Nəticədə faşist blokuna qarşı müharibənin məqsədlərini və gələcəkdəki sülhün prinsiplərini müəyyən edən Atlantik xartiyasını imzalayırlar. Atlantika xartiyasının bəzi prinsipləri hər iki dövlətin başqa əraziləri işğal etmək niyyətində olmaması, xalqların öz müqəddəratını təyin etmək hüququnun olması, təcavüzkarların tərk silah edilməsi, bütün dövlətlərin hərbi qüvvə istifadə etməkdən imtina etməsi. Bu Atlantika xartiyasının içərisində olan prinsiplər idi ki, gələcəkdə buna qoşulacaq dövlətlər də bunu qəbul edir. Böyük Britaniya və ABŞ SSR-yə İran ərazisi vasitəsilə yardım edə bilirdi. Digər yollar Murmansk, Vladivostok və Qara dəniz boğazları idi. Amma ilk iki liman, yəni Murmansk və Vladivostok yardım üçün əlverişli deyildi. Türkiyə isə bitərəf olduğuna görə müharibə edən dövlətlərə boğazları bağlamışdı. Həmçinin Egey adaları Alman işğalı altındaydı. Ona görə də müttəfiq gəmilər ümumiyyətlə buradan keçə bilməzdi. Ən əlverişli yol İran olurdu. Və beləliklə Sovet və İngilis qoşunları İranı işğal edib öz nüfuz dairələrində bölməsi bu planın reallaşdırılmasına şərait yaradır. Amma İran buna imkan vermək istəmirdi. Buna görə də Böyük Britaniya və SSR 41-ci ilin avqustunda İranı ələ keçirib burada hakimiyyət dəyişikliyi edir. İran nüfuz bölgələrinə ayrılır. İranın Şimalı Sovetin, cənubu isə İngilis nüfuz dairəsində qalır. 1941-ci ilin dekabrında Yaponiya təyyarələri Pearl Harborda, Havay adalarında olan ABŞ hərbi bazasına zərbə endirir. Bu hadisə ABŞ-ın 2-ci Dünya müharibəsinə qoşulmasına səbəb olur. Almaniya da ABŞ-a müharibə elan edir. Hərbi əməliyyatlar Şərq və Sakit Okeana yayılır. ABŞ, SSR və Böyük Britaniya başda olmaqla 26 dövlət 1942-ci ilin yanvarında Atlantik Xartiyası əsasında Birləşmiş Millətlər bəyannaməsini imzalayır və faşist blokuna qarşı birgə əməkdaşlıq edəcəklərini bildirirlər. Beləliklə, müharibədən sonra qurulacaq olan Birləşmiş Millətlər Təşkilatının yaradılmasında ilk addım atılmış olur. Anti-Hitler koalisiyasının yaranması və möhkəmlənməsi müharibənin gedişinə ciddi təsir göstərir. Müharibədə dönüş. Müharibənin ilk dövründə təcavüzkar dövlətlər uğurlar qazanır. Yəni Almaniya, İtaliya və Yaponiya uğurlar qazanırdı. Bu onların böyük hazırlıqlarının və qəfil hücumlarının nəticəsidir. Çünki digər dövlətlər hazır deyildilər. Cəbhə xəttinin uzanması nəticəsində ordunun təchiz edilməsi və verilən insan itkilərinin əvəz olunması çətinləşir. 1942-ci ilin əvvəlləri faşist blokunun üstünlüyünün zirvə nöqtəsi olur. 1942-ci ilin yayından başlayaraq
Faşist blokunun hücumlarının bütün cəbhələrdə qarşısı alınır. Sakit Okeanda Mərcan adalarındakı döyüşlərdə Yaponiyanın Avstraliyanı işğal etmə təhlükəsinin qarşısı alınır. 1942-ci ilin yayında Midway adası yaxınlığında baş verən döyüşdə Yapon ordusu məğlub olur və Sakit Okeanda hücum əməliyyatlarına başlaya bilmir. Midway döyüşündə Yapon qüvvələrinin məğlubiyyəti Sakit Okeanda dönüş yaradır. Payızda Şimali Afrikada İngilis ordusu Əl-Əlameyn döyüşündə Alman-İtalyan qoşunlarını darmadağın edir. ABŞ, İngiltərə və SSR arasında diplomatik danışıqlar nəticəsində əvvəlcə Almaniyanın məğlub edilməsi, faşist blokunun qeyd-şərtsiz təslim olması razılaşdırıldı. Amma fikir ayrılıqları hələ də qalırdı. Stalin Almaniyanı Avropada iki cəbhədə vuruşmağa məcbur etmək üçün 1942-ci ildə Avropada ikinci cəbhənin açılmasını istəyirdi. Amma ABŞ və İngiltərə bunu gecikdirirdi. Onlar bildirirdi ki, hələ şərtlər buna uyğun deyil. Amma onların əsas məqsədi Almaniyanın SSR-yə olan təcavüzünü genişləndirmək idi. O iki tərəfi bir-birinə qarşıya qoymaq və məhv etmək idi. Və belə də olur. Müttəfiqlərin ikinci cəbhəni açmaması Almaniyanın SSR-yə qarşı hücum əməliyyatlarının genişləndirilməsinə səbəb olur. Həmin ilin, yəni 42-ci ilin yazında Qafqazı və Bakı neftini ələ keçirmək üçün hücuma başlayır almanlar. Almanlar Qafqaz istiqamətində irəliləyib Volqa çayına çatır və Stalinqradı mühasirəyə alır. Şimali Qafqazın bir hissəsi işğal olunur, amma Sovet qoşunu almanların böyük iqtisadi və strateji əhəmiyyəti olan Bakıya yaxınlaşmasına imkan vermir. Şəhərin işğal olunması Alman qoşunlarının Bakı neftinə yaxınlaşmasına səbəb olardı. Sovet-Alman cəbhəsində Volqa üzərində strateji əhəmiyyəti olan Stalinqradda hər küçə və ev uğrunda amansız döyüşlər gedir. Sovet ordusunun əks hücumu nəticəsində Alman ordusu mühasirəyə alınır və onların böyük qruplaşması 1943-cü ilin fevralında təslim olur. Stalinqrad döyüşü, yəni bu 43-cü ilin fevralında olan döyüş, müharibənin gedişinə böyük təsir göstərir. Sovet-Alman cəbhəsində əsaslı dönüş başlandı. Deməli, Sakit Okeanda əsaslı dönüşün baş verməsi, Midway yaxınlığındakı döyüş, Sovet-Alman cəbhəsindəki əsaslı dönüşün başlanması 1943-cü ilin fevralı Stalinqrad döyüşü. Şimali Afrikada mühasirəyə alınan Alman-İtalyan qoşunu 43-cü ildə təslim olur. Yəni yavaş-yavaş artıq 42-43-cü illərdə Alman, İtalyan, Yapon qoşunlarını məğlub etməyə, onları sıradan çıxartmağa başlayırlar. Sonun başlanğıcı 42-43-cü illərdə müttəfiqlər bütün cəbhələrdə faşist blokunun hücumlarının qarşısını aldı və əks hücuma keçir. Atlantik və Sakit okeanlarda üstünlük əldə olundu. Avropa cəbhəsində əsas ağırlıq Sovet İttifaqının üzərinə düşmüşdü. 43-cü ilin yayında Kursk döyüşü baş verir və burada Sovet ordusu almanlara qalib gəlir. Kursk döyüşü ən böyük tank döyüşü idi və bu Sovet-Alman cəbhəsində əsaslı dönüşü başa çatdırır. Deməli, əsas döyüşün başlanması Stalinqrad döyüşü, əsas dönüşün Sovet-Alman cəbhəsindən gedir söhbət, başa çatması Kursk döyüşü. Atlantik okeanında gedən döyüşlərdə də üstünlük müttəfiqlərin, yəni Antanta tərəfinin əlinə keçir və bütün bunlar faşist blokunun böhranına səbəb olur. İngiltərə və ABŞ faşist blokuna qarşı qəti hücuma keçərək Siciliyaya daxil olur. Bu hücum İtaliyada Mussolini rejiminin devrilməsi və faşist rejiminin süqutu ilə nəticələnir. İtaliya təslim olur, hətta və gələcəkdə Almaniyaya müharibə elan edəcək. İkinci cəbhənin açılması. Sovet-Alman cəbhəsində əsaslı dönüş başa çatdıqdan sonra, yəni Kursk döyüşündən sonra faşist blokuna qarşı ittifaqın üç böyük dövlətinin başçıları, yəni SSR, ABŞ və İngiltərənin başçıları 43-cü ilin sonlarında İranın paytaxtı Tehranda görüşdülər. Tehran konfransında Avropada Almaniyaya qarşı ikinci cəbhənin açılması qərarı alınır. İkinci cəbhə Fransadan açılmalı idi və nəticədə 44-cü ilin iyununda General Charles de Gaulle'un başçılığı ilə Fransanın Normandiya sahillərinə qoşun çıxarılır və Parisə doğru hücuma keçilir. 44-cü ilin sonunda Fransa tamamilə Almanlardan azad olunur. Hətta həmçinin 44-cü ilin sonunda Sovet də Almanlardan tamamilə təmizlənir. ABŞ qoşunları Yapon işğalı altında olan bir sıra əraziləri azad edib dəniz yollarının nəzarəti ələ keçirir. Qərbdən və şərqdən hücuma keçən müttəfiq ordular 45-ci ilin fevralında Almaniya ərazisinə artıq daxil olmuş olurlar. Avropada müharibənin başa çatması. 45-ci ilin fevralında Yaltada, yəni Krımda SSR, ABŞ və İngiltərə başçılarının ikinci görüşü baş verir. Konfransda müttəfiqlərin hücum əməliyyatlarını əlaqələndirmək qərarı alınır. Tərəflər Almaniyanın danışıqsız təslim olmasından sonra ona qarşı siyasəti müəyyənləşdirir. Uzaq şərqdə bir sıra ərazilərin SSR-yə güzəşt müqabilində onun Yaponiyaya qarşı müharibə elan etməsi haqqında məxfi saziş imzalanır. Deməli, SSR uzaq şərqdə olan bəzi əraziləri istəyir, hansı ki, bu ərazilərin ona verilməsi ilə müharibə qərbdə bitəndən sonra SSR qonşusu olan Yaponiyaya müharibə elan etməli idi. Və SSR-yə burada imzalanan məxfi müqavilədə istədiyi yerlərə veriləcəyi bildiriləndə SSR-də müharibə elan etməyə qərarına gəlir. Yalta konfransının qərarları SSR-nin qərb sərhədləri tanınır. Almaniya məğlub ediləndən sonra SSR Yaponiya ilə müharibəyə başlamalı idi.
Cənubi Saxalin, Kuril adaları, Manchuriyadakı dəmir yolu və Port Arthur SSR-yə verilməli idi. Azad olunmuş Avropa haqqında bəyannamədə xalqlara arzularına uyğun demokratik təsisatlar qurmağa təminat verilirdi. Gələcəkdə yaradılacaq Birləşmiş Millətlər Təşkilatının iş qaydaları da Yalta konfransında müəyyənləşdirildi. 1945-ci ilin aprelində artıq Sovet ordusu Berlin əməliyyatına başlayıb. Deməli 45-ci ilin fevralında onlar Almaniya ərazisinə daxil olublar, Almaniya sərhədini keçiblər. 45-ci ilin aprelində artıq Berlinə daxil olublar. Yəni Berlin əməliyyatı həyata keçirilir. Sovet və ABŞ qoşunları apreldə Elba çayı sahilində birləşir. Berlini mühasirəyə almış Sovet ordusuna qarşı vuruşmaq üçün Hitlerin yeniyetmələrdən və yaşlılardan təşkil olunmuş dəstələrdən başqa qüvvəsi qalmamışdı. Şəhərin ələ keçirildiyini və Alman ordusunun məğlub olduğunu görən Hitler intihar edir. Mayın 8-dən 9-una keçən gecə Alman hökuməti təslim aktını imzalamaq məcburiyyətində qalır və Avropada müharibə başa çatır. 45-ci ilin yayında Potsdamda, yəni Berlin yaxınlığında SSR, ABŞ və İngiltərə başçılarının 3-cü konfransı olur. Desəz ki, niyə bəs burada heç bir konfransda Fransa yoxdur? Çünki Fransanın ərazisi Almaniya tərəfindən uzun müddət işğal altında qalıb və Fransa özündə deyil. Bu konfranslarda iştirak edəcək bir vəziyyətdə deyil. Üstəgəl Fransa hökuməti iki yerə bölünüb, Şimali Almaniyanın olub, cənubunda isə faşist rejimi qurulub. Yəni bu vəziyyətdə onun iştirak etməsi mümkün deyildi. Ona görə bu üçlük əsas konfransları aparırdı. Məqsəd müttəfiqlərin Almaniyaya münasibətini müəyyən etmək idi artıq. Konfransın qərarı ilə əsas faşist hərbi siyasi canilərini mühakimə etmək üçün Beynəlxalq Hərbi Tribunal Potsdam konfransında yaradılır. Potsdam konfransının qərarları Berlin daxil olmaqla Almaniya 4 işğal zonasına bölünür. Yəni SSR, ABŞ, İngiltərə və Fransa üçün ayrılmış işğal zonaları. Müharibə canilərini mühakimə etmək üçün beynəlxalq tribunal yaradılır. Almaniyanın dövlət sərhədləri müəyyən olunur və onun ərazisinin 1/4-ni itirir. Almaniyadan alınacaq təzminatın həcmi müəyyən olunur və bunun da yarısı SSR-yə çatmalı idi. Deməli, burada bu qərarlar biraz sərt qərarlar idi, daha çox idi. Burada bir qismi verilib. Əslində Avropa Almaniyaya qarşı çox qəzəbli idi. Çünki müharibəni başladan, dünyanı bu vəziyyətin içinə salan, dünyanı sarsıdan, yerindən oynadan bir vəziyyətə səbəb olmuşdu. Ona görə də Almaniyanın ərazisi bu formada bölüşdürülür. Sakit Okeanda bildirilir ki, ABŞ-la Yaponiya mübarizə aparırdı və ABŞ burada biraz çətinlik çəkirdi. Çünki həm məsafə uzaq idi, yəni ABŞ-dan Yaponiya arasında, həm də tropik iqlim şəraiti var idi ki, bu çətinlik yaradırdı. Yaponlar əsir düşməkdənsə intihar edir, bomba ilə yüklənmiş təyyarələri Amerika gəmilərinə çırpırdı. Burada əsas problem Yaponların güclü müqavimət göstərməsi idi. ABŞ öz gücünü dünyaya nümayiş etdirmək məqsədi ilə 45-ci ilin avqustunda Hiroşima və Nagasaki şəhərlərinə atom bombaları atır və bəşəriyyət tarixinin ən böyük cinayətlərindən birini törədir. Bu adalarda bombaların təsirinə məruz qalmış, amma sağ qalmış insanların danışdığı şeylər var ki, burada olan faciənin necə dəhşətli olduğunu göstərir. ABŞ daha çox tələfat verməmək üçün bu addımı atdığını söyləyib, özünə bəraət qazandırmağa çalışırdı, amma əslində bu hərbi zərurətdən irəli gəlmirdi. Bəşəriyyət əleyhinə törədilmiş bu böyük cinayət nəticəsində 10 minlərlə insan həlak olur. Deməli, 2-ci Dünya müharibəsi zamanı ABŞ-a qaçıb sığınmış bəzi alimlər var idi ki, onlar bomba hazırlamışdılar və bunu ABŞ atom bombasından gedir söhbət və ABŞ bunu Yaponiya üzərində çox qəşəng test eləyir. Avqustun 8-də SSR də Yaponiya müharibələri elan edir. 45-ci ilin sentyabrın 2-sində Yaponiya təslim olur və 2-ci Dünya müharibəsi artıq tamamilə başa çatmış olur. Deməli, 2-ci Dünya müharibəsi Avropada mayın 9-da bitir. Bütövlüklə müharibənin bitməsi isə sentyabrın 2-si. Çox şükür müharibə bitdi. İndi müharibə dövründə olan iqtisadi səfərbərlikdən bəhs edək. Bu müharibə insanları və iqtisadi resursları səfərbər etmək baxımından əvvəlkilərdən fərqlənirdi. Şəhərlərə, zavod və fabriklərə təşkil edilən strateji bombardmanlar ön və arxa cəbhə fərqinin aradan qalxmasına səbəb olmuşdu. Deməli, strateji bombardman nədir? Arxa cəbhədə olan o hazırlanan zavod fabriklərə xüsusi onları məhv etmək üçün hava hücumları idi ki, onları məhv etmək üçün ora göndərilirdi. Azərbaycan filmləri də var bu barədə ki, baxsaz görərsiniz ki, insanlar tez-tez gizlənirlər binaların, evlərin zirzəmisindəki xəbər gəlir ki, bomba atılacaq. Baxın, bu o hadisədir. Ümumiyyətlə, müharibə dövründə hər şey müharibə üçün idi. Müharibəyə hazırlıqlı gedirdi. Yəni, hər şey, geyim, silah, qida, hər bir şey müharibəyə göndərilirdi. Arxadakılar isə biraz çətin bir şərait yaşayırdı. Sovet filmlərinə baxsaz müharibə ilə bağlı olan, orada görəcəksiniz. Müharibə iqtisadiyyatını quran ilk dövlət İngiltərə olur. Silah zavodlarında
işləmək üçün böyük miqdarda qadınlardan ibarət əlavə işçilər qəbul olunur. SSRİ-nin hərbi sənayesi əsasən Urala və Sibirə köçürülür, müharibədən uzaq olsun deyə. Xalq səfərbərliyi alınır. Həbs düşərgələrindəki məhbusları ön cəbhəyə göndərirlər. ABŞ-da hərbi silah-sursat istehsalı dəfələrlə artırılır. SSRİ də daxil olmaqla bütün müttəfiq dövlətlərə silah və sursat göndərilir. Beyin müharibəsi. Elm sahəsində də səfərbərlik həyata keçirilirdi. ABŞ və İngiltərə elmi tədqiqatlara və onların hərbi sahələrə tətbiqinə hələ müharibənin əvvəllərindən böyük əhəmiyyət verirdi. Bunun nəticəsində radar kimi yeni nəzarət vasitəsi tətbiq olunur və bu almanların hücumunun qarşısını alır. Almaniya da bu sahədə geri qalmırdı. Hətta maqnetik metallar, reaktiv təyyarələr, raketlərin hazırlanmasında Almaniya öndə idi. Amma bu yeni silahların istehsalına gec başlanıldı və Almaniyada bunun sayı da müharibənin nəticəsini həll edəcək qədər çox deyildi. Ona görə də Almaniya bunun vasitəsilə uğur qazana bilmədi. Dənizli təchizat daşınmasının müdafiəsində okeanda təyyarə daşıyan gəmilərdən, döyüş gəmilərindən, hava və dəniz donanmasından birgə istifadə həlledici rol oynayır. Strateji hava hücumları düşmənin iqtisadi resurslarını məhv etmək məqsədi daşıyırdı. ABŞ-da yeni tank vuran raketlər yaradılır və kompüterlərin istifadəsinə başlanılır. Faşist Almaniyasından qaçan Avropalı alimlərin fəaliyyəti nəticəsində atom bombası hazırlanır. Partasiya. İkinci Dünya müharibəsində ayrı-ayrı dövlətlərin dinc əhaliyə qarşı sürgün siyasəti miqyasına görə əvvəlki müharibələrdən fərqlənirdi. Bu siyasət SSRİ-də bir çox xalqlara, Türk, Qafqaz, Baltik və başqa xalqlara qarşı həyata keçirilmişdi. Deməli, Sovet rəhbərliyi müharibənin gedişində dönüş yaranandan sonra 43-cü ildə Qafqazda yaşayan Qaraçay türklərini, 44-cü ildə çeçenləri, inquşları, Balkan türklərini və kalmıkları, Krım tatarlarını, Gürcüstandan Ahıska türklərini sürgün etmək haqqında qərar qəbul etmişdi. Bunlarla bağlı da filmlər var və çox necə ağrılı bir köçlər olmuşdu, orada göstərilir. Bu xalqları niyə köçürürdü? Çünki güvənmirdi. Faşistlərlə əməkdaşlıq edə bilərdilər və bəri başdan yenə də işini əvvəlcədən görürdü və faşistlərlə əməkdaşlıqda onları ittiham edərək bu xalqları Mərkəzi Asiya, Qazaxıstan və Sibirə sürgün edirdilər. Sürgün edilənlərin əksəriyyəti qadınlar, qocalar və uşaqlar idi. Əslində bu ittihamın əsassız olduğunu sübut edirdi. Yəni qadın, uşaq, qoca necə faşist əməkdaşlıq edə bilər ki? Yük qatarlarla ağır şəraitdə köçürülmə, iqlim şəraiti, aclıq və s. sürgün edilənlərin bir hissəsinin həlak olmasına səbəb olur. Müharibəyə daxil olan ABŞ da öz Yapon vətəndaşlarına qarşı sürgün tədbiri görmüşdü. Ümumiyyətlə bu dövrdə ABŞ-ın qarşıdakı əsas rəqibi Yaponiya idi. Ona görə də yaponlara qarşı çox qəddarlıq edilirdi. ABŞ prezidenti Roosevelt 1942-ci ildə verdiyi qərarla Yapon əsilli ABŞ vətəndaşları xüsusi düşərgələrə sürgün edilir. Həmçinin Holokost siyasəti var idi ki, müharibə illərində Avropada nasistlər tərəfindən yəhudilərə qarşı soyqırım həyata keçirilirdi. Təxmini hesablamalara görə 6 milyona yaxın yəhudi qətl edilib, insanların üzərində qorxunc tibbi təcrübələr aparılmışdı. Yəhudilərə qarşı bu soyqırım dünya tarixində Holokost kimi tanınır. Hətta yəhudi uşaqlarını, körpələrə belə güzəşt olunmurdu. Onları çox ağır cəzalandırırdı deməyə, çünki onların heç bir günahı yox idi. Onlar sadəcə günahları yəhudi olmaq idi. Hətta bildirirlər ki, mənbələrdə uşaqlar əskərlər tərəfindən göyə atılırdı və yerə düşəndə qılınc tutulurdu və uşaq ora düşürdü. Yəni bu qədər dəhşətli və qəddar şəkildə həyata keçirilirdi. Müharibənin yekunları. Təqribən 70 milyon insan bu müharibədə həlak olur və bəşər tarixinin ən qanlı hadisəsi idi bu müharibə. 60-dan çox dövlət müharibədə iştirak edirdi və faşist blokunun məğlubiyyəti ilə bitir. 4 trilyon dollara çatan müharibə xərcləri ölkələrin iqtisadiyyatına böyük zərbə vurur. 10 minlərlə şəhər və kənd dağıdılır. Müharibə nəticəsində Qərbi Avropanın dünya siyasətində rolu zəifləyir. SSRİ və ABŞ dünyanın əsas gücləri olur. Amma ABŞ hərbi, siyasi və iqtisadi cəhətdən SSRİ-dən daha üstün idi. Asiya və Afrikada müstəmləkəçilik əleyhinə hərəkat güclənir. Sovet qoşunları tərəfindən işğal olunan Şərqi Avropa ölkələrində sosialist rejimlər qurulur. Avropa iki düşərgəyə, kapital qərbinə və sosialist şərqinə bölünür. Deməli, Avropanın bir qismi, az bir hissəsi SSRİ-də, bir qismi isə Avropanın özündədir. Avropa ölkələri kapitalistdir, SSRİ isə sosialistdir və tutduğu ölkələri zorla sosialistləşdirir. Ona görə də Avropa iki düşərgəyə bölünür. Qərb hissə kapitalist, şərq hissə isə sosialist. İdeoloji mübarizə onlar arasında münasibətlərin kəskinləşməsinə səbəb olur. İkinci Dünya müharibəsinin əsas nəticələrindən biri də Birləşmiş Millətlər Təşkilatının yaradılması olur ki, bu təşkilat 1945-ci ildə yaradılır. Müharibənin qalibi olan böyük dövlətlər Fransa, Çin, Böyük Britaniya, SSR və ABŞ BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olur. İkinci Dünya müharibəsinin dəhşətləri dünyada sülhün qorunmasının vacibliyini bir daha təsdiqləyir ki, belə müharibələr olmasın.